Çəkilişə hazır olun, zəhmət olmasa. Bayırda tam sakit, heç kim danışmır, tərpənmir. Film Şamaxı, Qobustan, Zirə qəsəbəsi, Sahil qəsəbəsi və Bakıda çəkiləcək. Yox, bu mənim ilk dəfədir ki, mən mistik realizm, apokalipsis mövzusu var filmdə və drama, yəni biraz da triller qarışığı, biraz bir neçə janrın qarışığı film etməyə çalışmışam, biraz da qara yumor elementləri var. Ona görə məndən janrı soruşanda həmişə biraz çətinlik çəkirəm, amma daha çox mistik realizm deyə bilərəm. Filmin məzmunu budur ki, səhvən ölü bilinən Həsən güyatda oyanır və kənd əhalisi başlayır onun gücləri, mistik gücləri olduğunu inanmağa və ondan kömək istəməyə başlayırlar, ondan mədət umurlar və bütün hekayə bunun ətrafında cərəyan etməyə başlayır və inkişaf edir. Sarayeva Pack and Pitch'də olmuşduq proyektlə, orada birinci dəfə pitching etmişdik. 2022-ci il idi, səhv eləmirəmsə, 23-də ola bilər, dəqiq artıq yadımda deyil. Midpoint-da, shortlist-də olmuşuq. Sonra Producer Elevator Azərbaycanda keçirilən, orada prodüserlər Martin və Titusla biraz da inkişaf elətdirmişik. Mənə elə gəlir ki, bizim bütün çətinliyimiz çəkiliş prosesinə qədər idi. Çünki çox uzun bir proses keçdi. Bizim dəstəyi udmağımızla bağlı sonra yaşanan problemlər oldu və s. Amma çəkiliş prosesi artıq yox, çətin deyil. Məncə komandamız da çox yaxşıdır, aktyorlarımız da çox yaxşı olduğu üçün heç bir problem yaşamırıq. Bu filmə dəstək Kino Agentliyi, Mədəniyyət Nazirliyi, Kinematografçular İttifaqı, bizdə Türkiyə koprodüseri var, daha sonra belə Emil Quliyevin, Orman Əliyevin, Öz Süd Restoranlar şəbəkəsinin bizə dəstəyi var catering məsələsində. Yəni, məncə kifayət qədər çox bir kollektiv dəstək görmüşük. Bu da məni çox sevindirdi filmin çəkib pre-productionunda. Məncə komediya çəkmək həmişə daha çətindir. Çünki dram mənə elə gəlir ki, ağlatmaq həmişə daha asan bir aktdır. Nəinki bütün zalda oturan 100-200 nəfəri birdən güldürmək. Mənim üçün şəxsən mən heç o komediya eləyə bilməyəcəm yəqin ki, amma mənə görə komediya çəkmək, keyfiyyətli və gülməli komediya çəkmək dram çəkməkdən daha çətindir. Rollardan da çox fərq var və janr fərqi var ki, ən sevdiyim janrlardan biridir ki, mistika var burada. Özüm daha çox hal-hazırda elmi fantastika, yəni bu tip işlərə baxıram. Belə bir şeyin təklifi gəlməyi mənə bir göydən düşmə bir təklif oldu. Düşünmədən hə dedim. Türkan xanımın yanaşması yəni daha başqa bir şeydir. Qaldı ki, partnyorlar, komanda, yəni bəlkə də gördüyüm və hələ görəcəyim ən yaxşı komandadır. Ki, hər kəs öz işinin peşəkardır. Rejissor önəmli bir faktordur mənim üçün. Onunla tandem nə dərəcədə uyğun olar, uyğun olmaz, çəkiliş baxımından. Və fikirlər çox vaxt üst-üstə düşəndə həm mənim işimə görə, həm ümumi komandanın işinə görə hər şey daha qaydasında olur. İlk dəfə qadın rejissorla işləyirəm, amma mən düşünmürəm rejissorun mütləq kişi olmalıdır ya da qadın olmalıdır. Rejissorun əsas fikirləri mənə maraqlıdır. İlk dəfədir işləyirəm və peşman deyiləm. Hələ ki yola gedirik, filmin demək olar ki yarısını çəkmişik, hər şey qaydasındadır. Tandem uyğunluğu tutur.